273 nömrəli sualın izahı ilə funksiyanın limitin tapılmasını davamını izah edək. 273 nömrəli sualda deməli, yoxlayaq, x-a 0 versək, sürətdə də bizdə yaranır bu zaman. 1 çıxaq 1 bərabər 0. Məxrəcdə 0 verəndə orada 0 alınır. Ona görə də biz burada da deməli L'Hopital qaydasını tətbiq edə bilərik. Sürətdən də teorem alaq, məxrəcdən də teoremi alaq. Y üstü 2x-in teoreməsi, y üstü 2x-in özü. Mürəkkəb funksiya olduğu üçün 2x-in də teoreməsi 2 eləyir. Məxrəcdə isə 8x-in teoreməsi 8 qalar. X-a bu zaman 0 versək, y üstü 0 vurulsun 2 bölək 8. Y üstü 0 1 olar. 2 bölü 8-i də ixtisar eləsəz 1 bölü 4. 274 nömrəli sual eyni qayda ilə x-a 1 versək, sürətdə y üstü 1 çıxılsın, y üstü 1 0, məxrəcdə 0 alınır. Deməli, yenə də sürət və məxrəcdən teoremi almağa ixtiyarımız var. Y üstü x-in teoreməsi, y üstü x-in özü, x-in teoreməsi isə 1 eləyər. Və burada x-a 1 versəz, y üstü 1 elə y-yə bərabərdir. 275 nömrəli sualda yenə də sürət və məxrəc hər ikisi 0 olur. X y-yə yaxınlaşanda sürətdən də ayrı teoremə, məxrəcdən də ayrı teoremə almaq olar. Elin x-in teoreməsi 1 bölü x, x-in isə teoreməsi sadəcə 1-dir. Və x-a y versək, 1 bölünsün y. Y üstü -1. Düzgün cavabımız alınır. 276 nömrəli sualda arcsinus 0-da 0-dır, elin 1-də 0-dır. Yenə də L'Hopital qaydası tətbiq edəcəyik. Sürətin teoreməsi, məxrəcin teoreməsi. Elin x-in teoreməsi 1 bölək 1 üstə gəl 2x. Mürəkkəb funksiya olduğu üçün mötərizə daxilindəki ifadədə də teorem alsaq 2 eləyər. Arcsinusun teoreməsi 1 bölünsün, kök altda 1 çıxaq x kvadrat, yəni 3x kvadrat, o da 9x kvadratı olar. Mürəkkəb funksiya olduğu üçün 3x-dan da teorem alsaq olar 3. Və x-a biz nə verməliyik? 0 verməliyik. X-in yerinə 0 qoysaq, burada sürətdə qalar 2, məxrəcdə isə qalar elə sadəcə 3. 2 bölü 3. 277. Sürətə x-a 0 versək 0, məxrəcdə də tangens 0-da 0 alır. L'Hopital qaydası tətbiq edib ayrı-ayrılıqda teoremi alırıq. Elinin teoreməsi 1 bölək 1 üstə gəl 2x. Mürəkkəb funksiya olduğu üçün bir dənə də 2 yaranır. Arktangensin teoreməsi 1 bölək 1 üstə gələk x kvadrat, yəni 25x kvadratı. 5x-in də teoreməsi 5 bərabər. X-a 0 versək sürətdə 2 qalır, məxrəcdə isə 5 qalır, 0,4. 278 sürətin də qiyməti 0-a bərabər olur. Məxrəcin də qiyməti, deməli ayrı-ayrılıqda yenə də teorem almaqla davam edirik. Y üstü 2x-in teoreməsi, y üstü 2x-in özü mürəkkəb funksiya olduğu üçün bir dənə də 2. Məxrəcdə isə 1 bölək 1 çıxaq 6x. Mürəkkəb funksiya olduğu üçün bir dənə də vuraq -6. X-a 0 versək, sürətdən qalır yalnız 2, məxrəcdən isə qalır -6 və ixtisar versəniz -1 bölək 3 alınar. 279 nömrəli sualda isə 0-a yaxınlaşanda yenə də sürətdə 0, məxrəcdə 0 yaranır və bu zaman təbii ki, sürət və məxrəcin ayrı-ayrılığa teoreməsini alırıq. 3 üstü x-in teorəməsi 3 üstü x elin 3, 2 üstü x-in teorəməsi 2 üstü x elin 2. X 0-a yaxınlaşanda burada qalır elin 3 bölək elin 2. Onu da eyni əsasa gətirəndə bu xassəyə görə loqaritma 2 əsasdan 3-ə bərabərdir. Bu xassələri artıq düşünürəm ki, kifayət qədər yaxşı bilirsiniz. Limit arktangens x 4-ə yaxınlaşanda x kvadrat çıxaq 4x. Bunu bir variantda mən iki funksiyanın hasili kimi yazacağım. Arktangens x çıx 4 və x çıx 4. Bir dənə bu limit kimi yaza bilərəm. X yaxınlaşanda 4-ə. Bir də yazıram limit. Bir dənə burada nə qaldı? Bir dənə x-i çıxartdım da buradan düz deyil. 1 bölü x. X yaxınlaşanda 4-ə.
Burada x4'e yaxınlaşanda 0, arctangensi 0 yaranır. Bu bizim məşhur limitimizi verə biləcək. Bu 1-ə bərabərdir. Deməli, yalnız bir dənə bu qalır. X-i də 1 verəndə burada qalır 4-də 1. Yəni, ayrı-ayrı iki funksiyanın hasilin limiti kimi yazmağa ixtiyarımız var. Yəni, teoremi almadım. Teoremi ilə də yaza bilərdim, amma yazmadım. Daha sadə yoldan istifadə etdik. X sıfıra yaxınlaşanda sürətdə də 0, məxrəcdə 0 olduğu üçün buradan gəlin teoremi alaq. Tangensin teoreməsi 1 bölək kosinus kvadratı. X sinusun isə teoreməsi kosinus x-dır. X kubunun teoreməsi isə 3x kvadratı olar. Və bizdə yenə də x sıfıra yaxınlaşanda sürətdə də 0, məxrəcdə də 0 alınır əslində. Onda yenə də buradan görəsən teoremi almaq yaxşı olar. Bir dəfə də teoremi alaq. 1 bölü kosinus kvadratdan kosinus üstü mənfi 2 kimi baxsam, bunun teoreməsi mənfi 2, kosinus üstü mənfi 3, bir dənə də kosinus x-in teoreməsi sinus x eləyir. Ardında isə çıxılsın, əslində belə deyək də, bunu bir dənə kəsirdə yazım. 3x kvadratın teoreməsini eləyəcək, 6x eləyəcək, bir də çıxılsın yazıram. Kosinusun teoreməsi mənfi sinus olduğu üçün burada yarandı sinus x bölək, yenə də 6x bərabərdir. Baxaq, burada mən əslində artıq teoremi almıram. Niyə? Çünki, baxın, burada sinus x böl x ifadəsi bizə bir məşhur limiti verir. Bildiyimiz məşhur limiti verir. Bu 1 eləyəcək. Burada yalnız qarşıdakı hissə qalır. Qarşıdakı hissəyə x-a 0 vermək lazımdır. X-a 0 versəm, kosinus 0-da 1 alır. Burada qalır mənfi 2 bölək 6. Üstə gələk. Bu özü də məşhur limitdir. Məşhur limitə görə burada da qalar 6-da 1. Və bunu da toplasaq nə verir? 3 böl mənfisi ilə yoxsa? Mənfini düzəldək. Kosinusun teoreməsi mənfi sinus olduğu üçün bu müsbət olur. Onda bu da müsbət olur. 3 böl 6, onu da ixtisar eləsək, 1 bölə 2. İndi daha düzgün oldu. 282 nömrəli sualı. Burada h dəyişəndir. X, y, bəzən də başqa simvollarını da vermiyorlar. Burada h-dan verilib. Sürətdə 0, məxrəcdə 0 olduğu üçün həm sürətdən teoremə, həm də məxrəcdən teoremə alırıq. 2h-ın teoreməsi 2, sinus h-ın teoreməsi isə kosinus h-dır. 3h-ın teoreməsi 3, sinus h-ın teoreməsi yenə də kosinus h olur. H sıfıra yaxınlaşanda isə burada qalır 2 böl 3. Yox, 2 böl 3 qalmır. 2 kosinus 0-da 1 alır. Kosinus 0-da 1 alır. Ona görə burada qalır 1 böl 4. İndi düz oldu. 283. Buna aid bayaq bir sual var idi. Sürətdən teoremi alsam 5 üstü x ln 5. Məxrəcdən teoremi alsam 4 üstü x ln 4. X sıfıra yaxınlaşanda burada ln 5 böl ln 4 qalır. O da loqaritma 4 əsasdan 5-dir. Qaydaya əsasən. 3 üstündə sinus x çıx 1. Burada x-a 0 versəm, 1 çıx 1, məxrəcdə də 0. Bəli, yenə də deməli, L'Hopital qaydası tətbiq etmək olar. Sürətdən də teorem alaq, məxrəcdən də teorem alaq. X-in teoreməsi 1-dir, məxrəcdə 1 yaranır. Sürətə a üstü x funksiyası kimi baxsam, elə a üstü x-in özü, yəni 3 üstü sinus x. Bir dənə də ln 3. Mürəkkəb funksiya olduğu üçün sinusdan da teorem alsaq, olar kosinus x. İndi x-a 0 verə bilərik. X-a 0 versək, 3 üstü 0 ln 3 vurulsun 1. Elə burada da sadəcə ln 3 qalır. Bu qədər. 284. X 4-ə yaxınlaşanda həm sürət 0 olur, həm məxrəc 0 olur. Yenə də biz teoremi alırıq. Y üstü x-in teoreməsi y üstü x-in özüdür. Mürəkkəb funksiya olduğu üçün x-4-dən teorem alsaq, o da 1 eləyər. Məxrəcdə isə kök 6 x-in teoreməsi 1 bölək 2 kök 6 x-dır. Burada x-a 4 verə bilərəm. X-a 4 versəm, sürətdə y üstü 0 yaranır. Məxrəcdə isə 1 bölünsün 4 alınır və bu da kəsirə böləndə tərsinə vurulduğu üçün cavab olur 4. 286-ya baxım.
Sürət də 0, məxrəc də 0 alınır. Deməli, həm sürətdən, həm məxrəcdən teoremi alacağım. Məxrəcin teoreməsi 0 üstə gələk sinus x olar. Sürətin isə teoreməsi, buna qüvvət kimi baxsam, 3də 1 əvvələ gələr, 1 üstə gələk x kvadratı üstü. 3də 1-dən 1 çıxsam, mənfi 3də 2. Və bir dənə də mötərizənin teoreməsi, o da verər bizə 2x-i. Yaxşı, indi x-ə 0 versəm, məxrəcdə 0 alınır. Yox, məxrəcdə 0 alınmır. Əslində, mən burada məşhur limit tətbiq edə bilirəm. Baxın, buradakı bu hissdə ki var, 2x. Əslində, 2-ni də kənara qoyuram. Elə x bölünsün sinus x. Bu limit 1 verər mənə. Buradakı limit 1 verir. Onda mənə burada sadəcə qalır. Elə 3də 1. 1 üstə gəl x kvadratında x-ə 0 versəm 1 vurulsun 2 əmsal. Bu qalır. Bu qalır sadəcə. O da 2 bölü 3 eləyir. 287-də nə soruşulur? Artıq burada soruşulur ki, A funksiyası A nöqtəsi müəyyən ətrafına təyin olunmuş funksiyadırsa, həmin nöqtədə istənilən tərtibinə teoremiyə malikdirsə, aşağıdakılardan hansı və funksiyanın Taylor sırasına ayrılışını verir. Bu ayrılışı mən sizə Taylor sırasına aid olan misalların özündə açıq şəkildə yazmışdım. Xatırlayırsınızsa, f x bərabər A nöqtəsində, yəni x bərabər A götürək. Sonra birinci tərtib teoreməsi A nöqtəsində bölək 1 faktorial vurulsun x çıx x A. Bu qayda ilə davam edirdi. Nə qədər teoremi alırsınızsa, o qədər x minus A üstü n-ə bölüb n faktoriala bölmək lazım idi. Yəni bu qaydanı artıq sizə tanışdır. Verilən funksiyanın x çıx 1 qüvvətinə ayrılışı bu elə deyə bilərik ki, x bərabərdir 1 nöqtəsində Taylor sırasına görə ayrılışı yazın kimi həll edib davam edə bilərik. Deməli, birinci nə etməliyəm? Funksiyanın elə x bərabər 1 nöqtəsindəki qiymətini tapmalıyım. Bu bizim birinci həddimiz olmalıdır. Mənfi 5 üstə gələk 1, çıxaq 1, üstə gələk 2. Bu bizə neçə verir? 1-lər gedir, qalır mənfi 3. Birinci həddimiz mənfi 3 olur. Mənfi 3 ilə də bizdə burada başlayan elə bir dənə cavab var. Ardını etmək üçün nə etməliydim? Teoreməsini tapmalıydım 1 nöqtəsində. Teoreməsini tapsam 1 çıxaq 2x üstə gələk 6x olardı və x-a 1 verdiyimizə görə 1 çıx 2 üstə gəl 6. Bu da eləyir 5. Baxın 5. Bunu da aldıq. Birinci tərtib teoreməsi bölünsün 1 faktorial. 1 faktorialdan onsuz da heç nə dəyişmir. Elə 5-in özü qalır. Yəni o birisi hədləri artıq tapmıram da. Yəni buna uyğun cavab yalnız bir dənədir. Tapmaq lazım olsa ikinci tərtib teoreməsini alardım. Bir dənə də üçüncü tərtib teoreməsini alıb yerinə yazmaq lazım idi. 289 nömrəli sualı yoxlayaq. Burada biz x-a mənfi 1 versək, sürət də 0, məxrəc də 0 olur. Ona görə də L'Hopital qaydasını tətbiq edirik. Əslində mən bunu vuruqlarına ayıra bilərəm. Məxrəclə sürəti ixtisar apara bilərəm. Məxrəc sürətin içində var. Amma teoremi almaq hamısından yaxşıdır. Sürətin teoreməsi 2x, məxrəcin teoreməsi isə 3də 1 əvvələ gələr. X-in qüvvətindən də 1-i azalar. Olar mənfi 3də 2. Və bunu da əslində sürətin yanına gətirmək olar. Bu eləyəcək 6 x üstü 1 plus 3də 2. O da eləyər 3də 3 ilə 3də 2, 3də 5. Amma mahiyyəti yoxdan sonra x-a mənfi 1 verəcəm. X-a mənfi 1 verəndə də bura mənfi 1 eləyir. Cavab olur mənfi 6. 290 nömrəli sualı isə məsələn ortaq məxrəc gətirmək yaxşı olardı. X kubu çıx 8-i elə biz x çıx 2, x-in kvadratı üstə gəl x üstə gəl 4 kimi vuruqlarına ayırsaq, baxın x çıx 2 burada varsa, deməli burada x kvadrat üstə gəl x üstə gəl 4 çatışmır. Çıxılsın, burada isə hər şey olduğu kimi 2x çıx 8 olur. Ardına baxaq, burada ixtisar olması bir şey var. Sürətdə qalır x kvadrat çıx x çıx 4. Məxrəcdə isə x çıx 2 x kvadrat üstə gəl x üstə gəl 4. Burada ixtisar olası heç bir şey olmalı. Yox, burada ixtisar eləyə bilərdim. Yox, eləyə bilməzdim. Burada eləyə bilməzdim.
Ev yox, qalsın belə. Onsuz da ki, sürət də 0, məxrəc də 0 olur görəsən. X-a mən 4 versəm, 2 versəm məxrəc 0 olur. Sürətdə X-a 2 versəm olmur. 2 verəndə olmursa biz burada L'Hopital qaydası tətbiq edə bilirik. Edə bilmirik. Mən yoxlayım, bəlkə səhv vurğularını ayırdım. X kvadratı, X çıx 2, burası düzdür. X çıx 2. Burada olmalıydı A kvadrat, üstəgəl AB. Burada 2 olmalıydı. Üstəgələk B kvadrat, 4 bu düzdür. Onda burada 2 olmalıydı. Onda bu 2x'lar islah olmalıydı. Onda burada qalmalıydı. X'in kvadratı çıx 4. Belə bir şey qalmalıdır. İndi düz oldu. İndi bu vuruqlarına ayrılır. X çıx 2, X plus 2 olaraq vuruqlarına ayrılır. X çıx 2'lər ixtisar olunur. X kvadrat plus 2x üstəgəl 4. İndi daha düzgün oldu. Bunlar ixtisar getsə, X-a 2 versək burada alaraq 4. Məxrəcdə isə alarıq. X-a 2 versək 4, 4, 4, 12. İxtisarda olanda qalır 3'də 1. Super. 291 də bundandır. Ortaq məxrəc gətirim. X kvadrat çıx 9 olaraq ortaq məxrəc gətirəm. Bu X çıx 3, X üstəgəl 3'dür. X çıx 3 var, X üstəgəl 3 yox idi, çıxılsın 6. Burada qaldı X çıx 3, məxrəcdə də X çıx 3, X üstəgələk 3. İxtisar getdi, qaldı 1 bölək X plus 3'də yerinə 3 yazanda 1 bölü 6. 292 nömrəli sual. Burada isə X mənfi sonsuzluğa gedəndə qeyri-müəyyənlik alındığına görə bu tipli misallarda siz bunu elə özünün qoşmasına vurub bölürdünüz. X kvadrat üstəgələk 5x üstəgələk X kvadrat çıx 5x qoşmasına vurdum. Bir dənə də qoşmasına bölürəm. Kök altda X kvadrat plus 5x üstəgələk kök altda X kvadrat çıxaq 5x. A çıx B, A plus B, A kvadrat çıx B kvadrat düsturudur. Və burada mən bunu açsam X kvadratları gedər. Açanda X kvadratları gedər. Burada qalacaq 10x. Sürətdə qalacaq 10x. Məxrəcdə isə elə bütün bu ifadənin özü qalacaq. Sürətdəki çox hədlə məxrəcdəki qüvvət eyni olduğundan burada əmsallar nisbəti qalmalıdır. Yəni sürətdən qalmalıdır 10, məxrəcdə isə 1 və 1 var burada. Məxrəcdə qalmalıdır 2. Yəni cavab olur 10 bölü 2, 5. Eyni ilə 293'də də x müsbət sonsuzluğa getdiyi üçün biz bunu qoşmasına vururuq və bölürük. 2x kvadrat çıx 1 kök altında üstəgələk 2x kvadrat plus 5 qoşmasına vurdum. Bir dənə də bunun qoşmasına bölək 2x kvadrat minus 1 üstəgələk 2x kvadrat plus 5. A çıx B, A plus B deyib sürəti A kvadrat çıx B kvadrat kimi açsam 2x kvadratları gedər. Qalar mənfi 1 çıxaq 5. Mənfi 1 çıx 5. Mənfi 6 sürətdə qalar. Məxrəcdə isə x-in asla heç bir şey qalmır. Məxrəcdə isə bu vurduğum ifadə nə varsa hamısı qalacaq. Və o da müsbət sonsuzluğa getdiyi üçün mənfi 6 bölü sonsuzluq bu da bizə 0 verir. Yəni kəsirin məxrəci sonsuzluğa doğru getdikcə orada məxrəc böyüyür və kəsir nəyə gedir? 0-a gedir. 294 nömrəli sual. Sürətdən də teorem alaram, məxrəcdən də teorem alaram. Çünki burada əslində əvəz etməklə məşhur limitə gələ bilərəm. Sinus x çıx pi bölü 2-ni bir dənə t deyib əvəz etməklə məşhur limitə birbaşa gələ bilərəm. Amma daha sürətli, daha tez vaxt qazanmaq üçün teorem almaq hamısından yaxşıdır. Kosinusun teoreməsi mənfi sinus x, x-in də teoreməsi 1, heç nə. Sinus pi mənfi pi bölü 2-də nə alır? Sinus mənfi pi bölü 2-də mənfi 1 alır. Bu qədər. 295. Bu ilə məşhur limitdir. Burada heç nə etmək lazım deyil. Ya məşhur limitə gəlir də əslində. Yəni çünki x bölü sinus x olduğu üçün 4 bölü 10 qalır burada. 0,4. Teoremi alsaz əsaslandıra bilərsiniz. Digərində isə sürətdən də məxrəcdən də teoremi alım. Ən yaxşısı 0 bölü 0 harda görürsünüzsə teoremi alın.
Ln x-in törəməsi 1 böl x plus 1. Bu mürəkkəb funksiya olsa da törəməsi onsuz da 1-dir. Ln 9 ədəddir, sabitin törəməsi 0 eləyir. 6 ədəddir, sabitin törəməsi 0-dır. Məxrəcdə isə 3-dür. X-in yerinə 2 yazsaq, alınar 2 bölək 3, bir dənə də 3. 9-da 2, 9-da 2, hə, düzdür. 297, bu nə deməkdir, xatırlayırsınızsa? Bu, o deməkdir ki, x 2-yə soldan yaxınlaşır. Yəni, bu, əslində, sol limitdir. Sol limit olan zamanı biz nə edirdik? Biz x-a 2-dən kiçik qiymətlər olaraq baxsaq, x-a 2-dən kiçik qiymətlər kimi baxsaq, məxrəcdə alırıq mənfi sonsuzluq, çünki 2-dən kiçik qiymətlər veririk. Sürətdə isə nə alırıq? Kök altında müsbət ədəd alırıq əslində. X-a 2-dən kiçik qiymətlər verdikcə sürətdəki aldığımız ifadə alınır müsbət ədədlər, amma məxrəcdə aldığımız ifadədə isə mənfi ədədlər alınır. Yəni, ona görə də biz burada qısa olaraq mənfi sonsuzluğu cavab olaraq qəbul edə bilərəm. 298 nömrəli sualda isə sürət x-a 0 verəndə 0, məxrəcdə 0 yaranır. Bunu törəmə ilə də ala bilərəm əslində. L'Hopital qaydası tətbiq edim, sürətdən də törəmə alacam, məxrəcdən də törəmə alacam. Tangensin törəməsi 1 bölünsün, kosinus kvadratı 3x, 3x-in də törəməsi 3. Üstə gələk, eyni ilə burada da alınar 4 bölək, kosinus kvadratı 4x. Məxrəcin isə törəməsi 1 bölünsün, kök altda 1, çıxaq x-in kvadratı. Və x-a 0 versəm, məxrəc 1 eləyir. Sürətdə isə 3 və 4 qalır. 3 üstə gələk 4. 7 alınır buradan. Sonra 299 nömrəli sualda x-a 0 verəndə də sürətdə də 0, məxrəcdə 0. Yenə də deməli, L'Hopital qaydası tətbiq edə bilirik. Sürətin də törəməsi, məxrəcin də törəməsini alsaq olar. 4 tangens kubu x, qüvvət funksiyası kimi baxsam, bir dənə də tangensi törəməsi 1 bölək kosinus kvadratı x eləyir. Arktangensin törəməsi isə 1 bölək 1 üstə gəl x kvadratıdır. X-a 0 verəndə məxrəcimiz alınır 1, sürətimizdə isə alınır 0 vurulsun 1, yəni 0. 0 da 1-ə böləndə 0 eləyər. 300 nömrəli sual. Bunu əslində məşhur limit kimi yazsam olar. Niyə? Çünki 3x-i saxlayıram. Kotangensdə salıram, məxrəcə yazıram tangens 2x. Və buradan da məşhur limiti alıram. 3 bölü 2, 1,5. Yəni, teoremə tapmadım burada. 301 nömrəli sualı. Sürətin də törəməsi, məxrəcin də törəməsini ayrı-ayrılıqda alacam. Ln x-in törəməsi 1 bölü x, 2x-in isə törəməsi 2-dir. X da 6-ya yaxınlaşanda 1 bölü 6 vur 2, o da eləyir 12-də 1. Bu qədər. 302 nömrəli sual. Yenə də 0 bölü 0 olduğu üçün sürətin törəməsi, məxrəcin törəməsi 5 vurulsun y üstü 5x. Məxrəcdə isə 3x 0-a yaxınlaşanda 5 bölək 3. Bu yaxşı sualdır. X-a 0 verə bilmirik, çünki Ln-ə 0 vermək olmur. Mənasız bir şey yaranır. Amma mən buna qüvvət funksiyası kimi də baxa bilərdim. Teoremə alım. Alaq, nəyin köməkliyi ilə teoremə ala bilirik? Bunu Ln kubu x, məxrəcdə isə bu x-i 1 bölü x deyib məxrəcə salacam. Çünki sürətdə də qeyri-müəyyənlik yaransın, məxrəcdə qeyri-müəyyənlik yaransın ki, biz buradan teoremə ala bilək. Ln-in törəməsi nədir? 3 ln kvadratı x, qüvvət kimi baxıram. Bir dənə də 1 bölü x. Məxrəcin isə törəməsi mənfi 1 bölək x-in kvadratı bərabərdir. 1 bölü x-ların biri onsuz da ixtisarı gedir. Yenə də buradan bir dəfə də teorem alacam. 6 ln x vurulsun 1 bölü x. Məxrəcdə isə mənfi 1 bölü x-in törəməsi olur müsbət 1 bölü x kvadratı. Yenə də burada 1 bölü x-ların biri gedir.
Bir dəfə də teorem alsam 6 vuraq 1 böl x. Məxrəcin isə teoreməsi mənfi 1 bölək x kvadrat. Və burada bunlar ixtisarı getsə qalır mənfi 6x və x-ə 0 artıq vermək olar. X-ə 0 verəndə cavab oldu 0. 304 nömrəli sual müsbət sonsuzluğa gedəndə sürətdə də qeyri-müəyyənlik, məxrəcdə də qeyri-müəyyənlik yaranır. Yenə də L'Hopital qaydası tətbiq edirik. 3 üstü x ln 3 sürətin teoreməsidir. 2 x isə məxrəcin teoreməsidir. Bir dənə də teorem alım, çünki yenə qeyri-müəyyənlik yarandı. 3 üstü x ln 3 idisə ln kvadratı 3 elədi. Məxrəcdə isə 2 qaldı. İndi baxaq, bu 3 üstü x müsbət sonsuzluğa gedəndə elə müsbət sonsuzluq yaranır. X 1'ə yaxınlaşanda limiti hesablayın, hesablayaq. X-a 1 versəm sürət də 0, məxrəc də 0. Sürətin də teoreməsini, məxrəcin də teoreməsini almaq lazımdır. Sürətin teoreməsi 4x plus 1, məxrəcin isə teoreməsi 1 böl x-dir. Və bu necə olacaq? Bu olacaq 4x plus 1 vurulsun x. X-i də 1 versək, cavab olur 5. 306 nömrəli sualda yenə teorem alıram, çünki 0 bölünsün 0 yaranır. 1 böl 16 çıx x, mürəkkəb funksiya olduğu üçün teoreməsi bir dənə də mənfi 1 olur, çünki x-in əmsalı mənfi 1-dir. 4x-in də teoreməsinə 4 qalar. X-a 0 verə bilərik. X-a 0 versək, burada alınar mənfi 1 böl 16 vur 4, mənfi 64-də 1. Düzdür, mənfi 64-də 1 cavabımız düzdür. 307 nömrəli sualda əslində ikinci məşhur limitinizi alırsınız burada, amma bunu başqa bir yolla həll edək. Kəsirin özünə olduğu kimi saxlayıram. 1 plus 2x. Bu kəsirdən 1-i çıxırıq və nə edirik? Qüvvətinə kəsir şəklində vururuq. Qarşısında isə yazıram limit x yaxınlaşır 0-a. Y üstündə alacağım bu cavabı. Bərabər. Bu sürəti hesablayıb, sonra axırda nə varsa bütün o limitin hamısını y'nin üstündə yazırıq. Ortaq məxrəc gətirim. 1 üstə gəl 2x. 1 plus 4x çıxılsın 1 çıxılsın 2x. Bir dənə də vuraq 2 bölək x-a. Birlər getdi. Qaldı burada 2x. 2x-i də 2-yə vuranda 4x sürətdə. Məxrəcdə də 1 üstə gələk 2x vurulsun x. X-lar ixtisar getdi. 4 bölünsün 1 plus 2x qaldı. Və x 0-a yaxınlaşanda bu limitdən nə qalır? Bu limitdən qalır 4. Deməli cavabımız oldu y üstündə 4. Bu artıq başqa mövzudur, başqa digər mühazirənizdir. Burada suallar əsas etibarı ilə rol teoremi və Lagrange teoreminə aid olan suallar olmalıdır. Burada baxım sualların dərəcəsində funksiyanın teoreməsinə aid olan suallardır. Tamam, bunu onda növbəti videoda izah edim. 308-də dayanıram.